Bakıda bu qayda yoxdur. İzmirdə yaşamağa başlayandan sonra ən çox diqqətimi çəkən ilk şey insanların sırayla hərəkət eləməyin artıq bir vərdiş olmağı halına gəlib çıxmaq oldu. Avtobusda, konsertdə, marketdə, nə bilim, molun qarşısında. Yəni sıra hamı düz tələsmədən gedir. Hamı bir-birinə yol verir, amma Bakıda hamı bir-birinə yer verir. Amma Bakıda bunu tapmaq biraz çətin olurdu. İnsanlar gözəl ürəyə sahibdilər. Lakin tələskənlik arada bir ön plana keçirdi və hər kəs özünü düşünürdü və bu artıq belə deyim də vibe-ı korlayır da. Xala oradan önə keçir heç kəsə demədən, dayı buradan heç kəsi görmədən sıranı pozur. Kimsə aradan keçir, sıra pozulur və hamı əsəbləşir və bu artıq normal bir hala gəlib çıxmışdı. Amma eyni zamanda Bakıdaykən, yəni hamının müşahidə elədiyi bir şey var. Qadına, yaşlıya dərhal yol verilir, yəni düşünmədən. Bu bizim mədəniyyətimizin gözəl tərəfidir. Burada isə məsələn bu mənim yerimdirsə, bu mənim yerimdir. Bu biri, yəni mədəniyyətin düşüncəsi ilə gediblər. Yol verən var, amma çox azdır. Yəni bəzən qız ayaq üstə, oğlan oturub, yaşlı arvad yanır, cavan oturur. O da bu mədəniyyət, buradakı mədəniyyətin biraz zəif tərəfidir. Bir tərəfdə qayda var, bir tərəfdə ürək var. Sizcə bunu birləşdirsək necə bir şey olar? Çünki hörmət həm insanlıq birləşdiyi zaman, yəni möhtəşəm bir qayda alınacaq. Unutmayın ki, sıra sadəcə düzülüş deyil, böyük bir mədəniyyətdir. Follow atın, izləyin. Burada çox şey maraqlı olacaq. Qardaşım, bir dənə keçə bilərəm qaba. Keç.